İndiki davam edici zaman sual. Deməli, keçən dərsimizdə biz indiki davam edici zamanın təsdiq və inkarını öyrəndik. Bu dəfə sualı öyrənəcəyik. Deməli, təsdiq formasının düzəldiyində dedik ki, istifadə olunur şəxs, daha sonra to be-nin müvafiq forması, fail plus ing və cümlənin yerdə qalan hissələri. Misal üçün deyəndə ki, mən kitab oxuram cümləsini tərcümə edək ki, I'm reading a book. I'm reading a book. Okay. İnkarı düzəldəndə dedik ki, to be formasından sonra not hissəciyi artırılmalıdır. Yəni, to bizdə birinci şəxsdə əmdir. Bu cümləni inkar eləsək, onun göstərdiyi ki, bu şəkildə olur. I'm not reading a book. Okay, bugün biz indiki davam edici zamanda sual verməyi öyrənəcəyik. Sual formatı üzrə. Yəni soruşmaq istəyirik, sən kitab oxuyursan, hal-hazırda sən musiqiyə qulaq asırsan və s. Deməli, sualı da düzəltmək çox sadədir. Bunun üçün sadəcə olaraq yenə təsdiq formasından istifadə edirik. Sadəcə to be-nin formasını keçirdirik şəxsdən əvvələ. Misal üçün, I'm reading a book now. Burada təsdiqdədir bu cümlə. Mən hal-hazırda kitab oxuyuram və bunun sualını düzəltmək üçün to be-nin forması əmi keçirtməliyik şəxsdən əvvələ. Olur. Am I reading a book now? Bu artıq deməli sual verir ki, mən kitab oxuyuramı? Başqa bir misalda you are listening to music. Sən musiqiyə qulaq asırsan. Sual vermək istəsək, burada to be-nin forması are-dır. Onu keçirtməliyik şəxsdən əvvələ. Olacaq Are you listening to music? Eyni qayda ilə sual vermək istəyəndə burada is-i keçirdirik he-dən əvvələ olur. Is he riding a bicycle? O velosiped sürür mü? Bu formada. Tərcümələrə baxaq. Jenny is sleeping. Sleep yatmaq deməkdir. To sleep yatmaq. Okay. Sual burada soruşur ki, Jenny yatır mı? Yes, she is sleeping in her room. Bəli, o öz otağında yatır. Room da ki, otaq deməkdir. Okay. Are you hearing me? To hear eşitmək deməkdir. Burada soruşur, sən məni eşidirsənmi? No, please speak loud. Xeyr, please zəhmət olmasa, to speak danışmaq, loud ucadan. Xeyr, zəhmət olmasa ucadan danışın. Okay. Başqası, are they going to work? Onlar işə gedirmi? No, they are going to bank. Xeyr, onlar banka gedirlər. Burada çalışmalar var. Translate the next sentences. Cümlələri tərcümə eləmək lazımdır. Is it raining? No, it is shining. What are you doing? I'm doing my homework. Are you understanding well? Now, could you please repeat again? Üçüncü cümlədə. 4-də, is she cleaning her room? Now she is watching TV.